bütünün öldürdüyü insanların sayı bütün genosidlərdən, qətliamlarda ölənlərin sayından qat-qat çoxdur. 1 milyard nə deməkdir? Bu pis işdir. Bunu tərk eləmək istəyirsən? Deyir, yox. Deyir, olmasa istəmək istəyirsən? Deyir, yox. Bundan nə söhbət eləyək ki? Əgər belədirsə, onda mən əsəbləşib kimsə vururamsa, onda mənə cinayət işi açılmasın. Tam təbii bir haldır. Bu nə mənasız argumentasiyadır. İnsan hər yeni çıxan bir telefon modelini, televizor modelini, bir maşın modelini almağa vərdiş edir. Ehtiyacı var yoxsa yox, insan bu şeylərə baxmır. Pis vərdişdən pis vərdişdir. Görsən, məsələn, bir nəfər narkotik alüdə olur, bir müddətdən sonra onu əldə etmək üçün oğurluq da edir. Yalan da danışır. O insan ki, yalan onun təbiətinə hop-hop, şəxsiyyətinə çevrilib, yəni vərdişə çevrilib. Ağzını açır, yalan danışır. Yeri gəldi, gəlmədi. Bu dəhşətli bir şeydir. Hər bir insan özünü azad hiss etmək istədiyi halda nəyə görə hansısa bir vərdişin və yaxud da hansısa bir maddənin quluna çevrilir? Orada o xoşbəxt insan bir dənə ev udub, ancaq burada nə qədər insanlar ailə boşanıb, nə qədər ailələrdə qətillər olub, intiharların bir qismi qumar alətlərinə görə. O şeyləri ki, biz edə bilirik və ya etmişik, etməyə də bilərik. Sən başlamısan da bunu. Sən o deyilsən, sən onu xəlq eləmisən, sən onu qazanmısan. Əgər bir şeydən çəkinmək istəyirsənsə, onu gizlət. Göz qabağında qoyma. Çünki göz qabağında qoysan, vəsvəsə olacaqsan da. Salam əziz izləyicilər, hər birinizi salamlayırıq Ortaq Nöqtə verilişinin növbəti buraxılışında. Əziz qonaqlarımız, xoş gəlmisiniz hər biriniz, hər birinizi salamlayıram. Bugünkü mövzumuz zərərli vərdişlər və zərərli asılılıqlar barəsində olacaq. Hər bir insanın həyatında vərdişlər var. Bu vərdişlər yaxşı və pis tərəfi var. Yaxşı vərdişlər insanı uzatdığı kimi pis vərdişlər də insanı tənəzzülə uğradır. Alkoqolizm, narkomaniya və qumar, mərc oyunları asılılığı kimi zərərli asılılıqlar, aşkar zərərli asılılıqları, həmçinin çox insanın diqqət eləmədiyi telefon və sosial şəbəkə asılılığı, ertələmə və tənbəllik vərdişləri kimi asılılıqlar, vərdişlər var insan həyatında. Bunları misal çəkmək olar. Bir çox mənbələrdə bunların fiziki, ictimai, psixoloji səbəbləri barəsində danışılıb. Mən istərdim ki, siz bugün bu səbəblər barəsində danışasınız. İlk olaraq da sualı belə qoymaq istəyirəm ki, insan niyə görə zərərli vərdişlərə tərəf gedir? Hər bir insan özünü azad hiss etmək istədiyi halda nəyə görə hansısa bir vərdişin və yaxud da hansısa bir maddənin quluna çevrilir və asılılıq problemi insanın daxilindəki hansı mənəvi və ekzistensial boşluqdan qaynaqlanır? Buyurun. Deməli, ilk olaraq çox önəmli mövzudur. 80% həyatımız vərdiş üzərində qurulur. Pis və yaxud da yaxşı. 80% bizim həyatımız vərdiş əsasındadır. Bəzi öyrəşdiyimiz fikirlərin beynimizə axını, bu da vərdiş əsasındadır. Avtomatik hansısa davranışları eləyirik, hansısa sözləri istifadə eləyirik, hansısa formada düşünürük. Düşüncə belə bunlar hamısı vərdiş əsasındadır. Pis və yaxud da yaxşı. Və ümumiyyətlə, pis vərdiş nədir? Pis vərdiş insanın davamlı şəkildə icra etdiyi və onu hansısa bir həyat fəaliyyətinin keyfiyyətini aşağı salan, onu uğur yolundan geri saxlayan işlər, düşüncələr və hansısa bir xarakter ola bilər. Bunlar hamısı vərdişlərdir. O xarakter əsasında insan hansısa bir işləri görür. Pis vərdişlər bir neçə qrupa bölünür. Onlardan bəziləri davranışdır, bəziləri əxlaqi vərdişlərdir. Məsələn, hansı əxlaqi, biri yalan danışır. Öyrəşib dili daim yalan danışır. Bu özü də bir vərdişdir, yəni əxlaqi pis vərdişdir. İntellektual vərdişlər var. Bunlar içərisində, məsələn, kitab oxumamaq, pis kitabı sona çatdırmaq. Bəzi adamlarda var da, başladımsa sona qədər çatdırmalıyam. Bu da intellektual pis vərdişdir. Yəni, lazım deyil sona çatdırasan. Lazım deyil sona çatdırasan. Kitab oxumaq üçün oxuyur da. Onu sən ortada saxlamalısan da, faydalı deyilsə, sən saxlayırsan kitabı. Əksinə, yaxşı faydalı kitab ancaq çətin olduğuna görə, düşünməyə vadar etdiyinə görə ortada saxlamaq, bu özü də pis vərdişdir. Ümumi olaraq həyatımızın hər sahəsində biz o vərdişləri görürük. Ən böyük problem burada odur ki, bir çoxları o pis vərdişləri vərdiş olduğunu, pis olduğunu ümumiyyətlə bilmir. Dostlardan biri danışırdı, deyir ki, bizim nəsildə babam adla tanınırdı. Hamı onu çox qənaətçil, çox belə deyim də, israfdan qaçan bir insan kimi tanıyırlar. Bu adam heç nəyi tullamırdı. Hətta deyir,
şüşə qablarını belə deyirdi ki, bala, saxla samanı gələr zamanı. Biz ona görə hamı bunu, yəni israfdan qaçan bir ədalətli kişi kimi tanıyır. Deyir, sonradan mən baxıb gördüm ki, bu sən demə bir psixoloji sindromdur, hətta bunun psixologiyada adı da var imiş. Buna Plüşkin sindromu deyirlər də. Lazımsız əşyaları insan toparlayır. Nə sindromu? Plüşkin sindromu. Pluşkin. Hə. Elə bir bədii əsərdə bir personaj var. Bu sən demə bir sindrommuş, heç kəsin xəbəri yoxdur. Bu pis vərdişi insanın bir gözəl xüsusiyyəti kimi tanıyırlar. Ona görə pis vərdişlər danışılmalıdır ki, insan bilsin ki, bu doğrudan da özündə var və bu pis vərdişdir. Məsələn, oniomaniya deyirlər. İnsan ehtiyacından artıq almaq vərdişi. Gedir mollara, dükanlara və bundan zövq alır. İnsan həzz alır. Gedir dükanlara baxır, deyir stres atıram, halı və vəziyyəti düzəlir insanın. Və orada gedəndə aydındır ki, ehtiyacından artıq başlayır bəzi şeyləri alıb evə gətirməyə. Hansı ki, evdə görür ki, o şeylər bunda var da. Bu alış-veriş prosesindən zövq alır və bunu mütəmadi şəkildə həyata keçirir. Bu özü bir pis vərdişdir. İnsan həyat keyfiyyətini aşağı salır. İnsanın iqtisadi vəziyyətini də aşağı salır, təbii ki, salır. Ehtiyacını artıq sən orada gedirsən, xərcləyirsən. Bəzi vərdişlər bizi uğurdan bizi saxlayırlar. Bizim vaxtımızı boş yerinə tələf etməyə gətirib çıxardırlar. Onlardan ən böyük sosial şəbəkələrdir. Və yaxud da texnomaniya deyirlər. İnsan hər yeni çıxan bir telefon modelini, televizor modelini, bir maşın modelini almağa vərdiş edib. Hər dəfə izləyir. Yeni bir telefon modeli çıxdı, mütləq onu almalıdır. Ehtiyacı var, yoxsa yox, insan bu şeylərə baxmır. Və digər texnika sahəsində olan avadanlıqları daim başlayır yeniləməyə. Bu da özü bir pis vərdişlərdən biridir. Sosial şəbəkələrdə vaxt keçirmək, faydasız vaxt keçirmək, səhər tezdən duran kimi telefona getmək, əlvi telefonu uzatmaq, telefon olmayanda insan özünü narahat hiss eləmək. Bunlar hamısı pis vərdişlərdir və bizim vaxtımızı israf eləyirlər. Bir tanışlardan biri deyir ki, telefonunu bu adam itirir, bir həftədən sonra tapır. Və deyir, bir həftə ərzində gördüm ki, mənim nə qədər boş vaxtım var imiş. Bu bir həftəyə qədər elə bilirdi ki, bunun boş vaxtı yoxdur. Hətta kitab oxumağa belə deyirdi ki, mənim boş vaxtım yoxdur. Hansısa bir qohumunu gedib ziyarət eləməyə deyirdi, boş vaxtım yoxdur. Bir həftə telefonunu itirir və deyir, mən boş vaxtın çoxluğundan başladım darıxmağa, başladım dəli olmağa ki, mənim nə qədər boş vaxtım var imiş. Sən demə, bütün o boş vaxtları bu telefon doldurur. Bir də bir hansısa obyekt səni özünə çəkirsə, o maraqlıdırsa, sən vaxtın necə keçdiyini bilmirsən. Deyirsən, bir 5 dəqiqə telefona baxım, girirsən telefona 1-2 saatdan sonra çıxırsan. Özdə o insanlara desən ki, nə qədər telefonda olmusan, o düzgün xronometraj apara bilmir. Deyir, məsələn, 10 dəqiqə. Deyirsən, bir də ora bax, görür ki, 1-2 saat da oradadır. Və yaxud da gün ərzində nə qədər olmusan, deyir, uzaq olsun yarım saat, 1 saat. Xronometraj apara bilmir. Çünki bu sosial şəbəkələr insanın beynində dopamin hormonunu ifraz etməyinə gətirib çıxardı. Bu da qısa həzlər hormonudur. Bu səni məmnun eləyir və məmnun etdiyinə görə vaxtın necə sürətlə keçdiyini bilmirsən. Və axırda da görürsən ki, bir xeyli vaxtın gedib. Ümumiyyətlə, yəni ən böyük faciəsi mən deyərdim ki, intellektual pis vərdiş. Məsələn, kitab oxumamaq. Kitab oxuyanda adamın ürəyi sıxılır. Kitab oxumamağa vərdiş eləyib. Kitab oxumağa vərdiş eləmir. Bu intellektual pis vərdişdir və faciədir də. Hansı cəmiyyətdə olsa, o cəmiyyət məhv olacaq. Bir neçə gün olar ki, Almaniyadan gələn Frankfurt Beynəlxalq Kitab sərgisindən. Dünyanın bir neçə ən önəmli sərgilərindən və deyərdim ki, ən qədim sərgisidir. Bir 4-5 əsrlik bunun yaşı var bu kitab sərgisinin. Dünyanın hər yerindən gəlirlər də. Ən böyük nəşriyyat maqnatları oradadır, siyasi xadimlər gəlir, jurnalistlər gəlir, yazıçılar gəlir. 60 milyard, 100 milyard illik dövriyyəsi olan ora kitab sənayesinin böyükləri gəlir. Və baxırsan ki, hərə öz stendində ən çox satan kitablarını reklam eləyir, panellər qoyur yazıçıları üçün, naşirlər üçün və dünyada ən maraqlı mövzular. Məsələn, mən bir paneldə iştirak elədim. Deyir ki, süni intellekt yoxsa insan. Hansı qalib gələcək bu yarışmada? Bunlar dostdular yoxsa düşmən? Belə günümüzə uyğun maraqlı panellər qoyurlar və zal da doludur. Orada bir hissə ancaq peşəkarlarındır, ondan sonra oxuculara açılır və ödənişləndir. Yəni sən rahat
200 manat, 300 manat, 500 manat ora pul ödəyirsən də ora girmək üçün. Və insanlar ora pul verib girirlər. Dünyanın ən çox yəni gəlib gedilən sərgilərinə və dünyanın hər yerindən gəlirlər. Və orada sən bəzi kitabların satış rəqəminə baxırsan. 80 milyon dünyada satış eləyib, 100 milyon, 200 milyon dünyada satış eləyən kitablar var. Bu rəsmi təsdiqlənmiş rəqəmlərdir. Qeyri-rəsmi bir o qədər də qeyri-rəsmi bu satıb. Yəni dünya beyinləri kitab oxuyurlar, kitab oxumağa özlərini vərdiş eləyiblər, balaca uşaqlardan tutmuş böyüklərə kimi. Və bizim cəmiyyətdə çox təəssüflər olsun ki, bu ən geniş yayılmış mənfi vərdişlərdəndir ki, kitab ümumiyyətlə oxunmur və bizdə də belə bir düşüncə var ki, ümumiyyətlə biz bu pis vərdişin xüsusiyyətidir də, kitab oxumamaq pis vərdişi. Biz informasiyanı istəyirik pulsuz əldə eləyək. Və məlumat üçün, öz fərdi inkişafımıza səbəb olan bilik üçün biz pul ödəmək istəmirik. Bax, kim belə xüsusiyyətdədirsə, bu da intellektual pis vərdişə qurşanıb. Ancaq özü bunu norma bilir. Sən baxırsan ki, məsələn, bizdə kitaba pul vermək dəb deyil. Kitab adətən hədiyyə verilir. Kitabı sən gözləyirsən ki, kimsə sənə versin. Bu günləri verilişin bir gördüm, altına bir baxıram, bizim verilişin. Görürəm ki, orada bir deyir ki, mənə kitab hədiyyə verin. O birisi yazır ki, nə bilim, az qala Allaha and verirəm, mənim nə bilim rəyimi bəyənin, eləyin. Orada belə qırğındır da. Bir nəfər orada yazmır ki, bu kitabı hardan ala bilərəm. Başa düşürsünüz? Yəni düşüncə bunun üstündə formalaşıb ki, kitabdırsa bunu almaq lazım deyil də. Bunu sənə hədiyyə verələ və müəllifdən ümumiyyətlə mənə kitab hədiyyə ver sözü bu müəllif üçün təhqirdir və onun əməyinə hörmətsizlikdir. Yəni bir insan saat telefon istehsal eləyirsə, sən gedib heç vaxt o şirkətin rəhbərinə deyə bilməzsən ki, mənə bir dənə telefon hədiyyə elə də. Ancaq sən kitaba rahat bunu deyirsənsə, deməli sənin düşüncəndə kitab hədiyyə, yəni paylanılacaq qədər dəyərsizdir. Qərb belə düşünmür. Qərb kitaba ehtiyac yaradır. Keçən il Frankfurt kitab sərgisində baxıb gördüm ki, orada yuxarı çıxan ekskalatorun qabağında 3 nəfər kitab hədiyyə edirlər. Orada da kitab hədiyyəsi paylanması qadağandır. Yəni sən bir kisə kitab apar orada hədiyyə elə, səni orada tutarlar da. Sən stenddə kitabı satmalısan və ora gələn adamlar da peşəkar, o sahənin mütəxəssis adamlarıdır. Kitabı bəyənib pul verib almalıdırlar. 3 nəfər kitab hədiyyə edir. Çox maraqlı oldu. Özü də elə yerdə durublar ki, aşağı zaldan, orada da kitab sərgiləridir, qalxır ikinci zala, orada da ikinci sərgi. Düz ekskalatorun qabağında durub kitab hədiyyə edir. Kim olsa yaxşıdır? Və hansı kitab olsa yaxşıdır? Getdim, nəsə yaxınlaşdım, gördüm 3 dənə müsəlman, inanclı adam Peyğəmbər haqqında, İslam Peyğəmbəri haqqında kitablar paylayırlar. Və Avropada da sən birinə kitab verirsənsə, kitabı birinci onlar şoka düşürlər. İkinci, hörmət, ehtiram xatirinə kitabı alırlar da, yəni səndən götürürlər. Mən ekskalatorla qalxdım yuxarı, mən qalxana qədər polis gəldi, bu üçünü tutdu, apardı. Və ekskalatorla yuxarı çıxanda baxıb gördüm ki, kim ki bundan kitabları götürüblər, hamısı orada kitabı yerə atıblar. Yəni bunlar ehtiyac hiss eləmədiyinə görə sən ona dünyanın ən dəyərli əsərini versən belə, bu onu oxumayacaq. Yarısı qoyub ekskalatorun üstünə, yarısı da belə yerə tullayıblar. Ona görə ki, yəni yenə də ora getdim, orada gördüm ki, müsəlman kitab paylayır. Yəni bir Avropalı heç vaxt kitab paylamır da. O deyir ki, ya bu adam mənim əsərimə, yazıma, məlumatıma dəyər verir, ya vermir. Dəyər verirsə, dünyanın ən çox pulunu ödəyib gəlib bu kitabı alacaq. Dəyər vermirsə, zaten də ona ehtiyac yoxdur da sən kitabı paylayasan. Ancaq o beyin bir müsəlman beynindədir ki, biz kitabı paylayırıq. Bu dövrdən deyil, bu Peyğəmbərimizin dövründən gəlir. Deməli, Mücadilə surəsi 12-ci ayə. Orada Nəcvə ayəsidir, məşhur ayədir. Ayə nə deyir? O vaxtı hamı Peyğəmbərimizin yanına gəlirdi və çəkərdi Peyğəmbəri kənara, saatlarla onu ilə danışardılar, məsləhət alardılar. Bəzən deyirlər, çox imkanlı adamlar, ticarətçilər gələrdi. Peyğəmbərimizdən məsləhət alardılar, fikir soruşardılar və Peyğəmbərimizin vaxtı hamısı buna gedirdi. Ayə nazil olur, deyir ki, Peyğəmbəri çəkib kənara onunla danışanda sədəqə ödəyin. Yəni, pul verin. Məlumat əldə eləmək istəyirsənsə, pul ödəməlisən. Fikir əldə eləmək istəyirsənsə,
məlumat alırsansa, sən ona əgər dəyərlidirsə, bunun müqabilində sən pul ödəməlisən. Ayə nazil olanda Peyğəmbərimiz çağırır Həzrət Əlini, deyir ki, ya Əli, məni ilə söhbətə bir dirhəm, bir dinar necədir? Yəni, kim məni ilə gəlib danışmaq istəsə, bir dinar versin. Bir dinarda bir dinar var, bir dirhəm var da. Dinar qızıl puldur, dirhəmsə gümüş puldur. Peyğəmbərimiz öz danışığını düzdür, qızıldan da üstündür. Ancaq bir maddə olaraq deyir, qızıl pulla dəyərləndirim. Həzrət Əli nə desə yaxşıdır? Deyir ki, ey Allahın elçisi, bu çox böyük puldur onlar üçün. Deyir, yaxşı, nə qədər verərlər mənim söhbətimə? Deyir ki, bir arpa dənəsi. Deyir, gəl qiyməti bir arpa dənəsi qoyaq. Kim gəlsə bir arpa dənəsi versin, səni ilə söhbət eləsin də. Maddə olaraq onların nəzərində yalnız bu qədər olsa bunlar arpa dənəsini verərlər də, bu qədər məbləği ödəyərlər. Peyğəmbərimiz təəccüblənir, deyir ki, mənim danışıqlarım yəni o qədər, yəni dəyəri onlar üçün aşağıdır. Nəsə, bunu qoyurlar dirhəmlə, gümüşdən və bir nəfər də olsun Peyğəmbərin yanına gəlmir. Məsciddə ümumi pulsuz söhbətlərə gəlir. Ancaq kənara çəkim onu ilə bir şəxsi bir problemi və yaxud da ki, hansı iqtisadi məsələləri danışım, məsləhət alım, bir nəfər belə gəlmir. Bir dənə Həzrət Əlidən başqa. Həzrət Əli deyir ki, bir dirhəm pulum var idi, bir dinar pulum var idi, apardım onu elədim 10 dirhəm. Və 10 dirhəmin hamısını xərclədim Peyğəmbərlə söhbətə. Və hətta o sualların var hədis kitablarında, hansı sualları verdi, hansı cavabları aldı. Yəni, bu verilən dəyərdir. Ondan sonra da Allah görür ki, müsəlmanlar elmə bu qədər dəyər verirlər, bir buğda dənəsi qədər. Ondan sonra ayənin hökmü götürülür. Belə götürülür, biləs. Deyir, əşfəqtum, qorxdunuz. Allah deyir, qorxdunuz, pulunuz qutarar. Yəni, marifə pul xərcləməməli əvvəldən problem olub. Hə, əvvəldən problem olub, bu Peyğəmbərimizin dövründən gəlib, bu baxış tərzidir. Ondan sonra ayənin hökmü götürülür. Götürüləndən səhərsi gün yenə də Peyğəmbərimizi kim arda tutur? Yəni, havayı danışıq. Bu dəqiqə, məsələn də, hər ikiniz çıxış edirsiniz öz sahəvizdə, bunu ödənişli eləyin. Və məsələn, bu veriliş var, minlərlə bura baxış var da. Gəl bunu ödənişli eləyək. Deyək ki, məsələn, hər verilişə baxmaq üçün nə qədər qoyaq? Onlar nə qədər dəyərləndirərlər? Qızıl pulla qoyaq, nə qədər? Yox, elə bu cür havaya qalsın. Yəni, ödənişli çıxışa, məsələn, məsciddə axundlarımız, ilahiyyatçılarımız çıxış edirlər. Məsələn, bunu biz ödənişli eləyək. Cəmaət namazını ödənişli eləyək. Görək kim ona pul verib gələcək. Bəzən deyirlər ki, yox, pulumuz yoxdur. Mühüm olan şeyə biz pul tapırıq. Önəmli olan şeyə pul tapırıq. Ancaq nəyi önəmli bilirsən, məsələ odur. Məscidlər boşalacaq, cəmaət namazı boşalacaq. Bütün bu verilişlər pulsuz olanda baxırlar, pullu olsa buna baxanda olmayacaq. Bu həmən o pis vərdişdir. Ki, yəni, dəyərli şeyləri mən pulsuz əldə edim vərdişi. Və ya da kitab oxumaqdan, mütaliədən çəkinmək, qorxmaq vərdişi. Bu da ki, elmi inkişafın qabağını alır, tərəqqinin qabağını alır. Biz müsəlmanları o cür görmək istəmirik də. Biz istəyirik onlar inkişaf eləsin. Biz istəyirik Azərbaycan cəmiyyəti, xalqımız ziyalı olsun, kitaba pul xərcləsin, elmə pul xərcləsin, fərdi inkişafa pul xərcləsin. Ümumiyyətlə, Avropada belə bir tendensiya var. Deyir ki, uğurlu insanı ölçmək üçün meyarlardan biri budur. Fərdi inkişafına nə qədər pul xərcləyir, illik nə qədər xərcləyir. Əgər özdə sənin qazandığın neçə faizi ora verirsən, faiz əgər 1%dirsə, 5%dirsə, 10%dirsə, bu adam heç bir halda uğura gedib çata bilmir. Belə bir statistika aparıblar. Kim ki, elələri var 40%, 50% qazancını xərcləyir fərdi inkişafa. 50%-ə yaxınlarda xərcləyən şəxslər həmişə o sayəsində uğur qazanır. İstənilən sahədə olursa olsun, bu fərdi inkişafa sən nə qədər pul xərcləyirsən? Hətta bəzi fərdi inkişaf kitabları bu sualla başlayır. Fərdi inkişafa il ərzində nə qədər pul xərcləyirsən? Əgər düşünürsən, o deməkdir ki, sən ümumiyyətlə heç sərmayə yatızdırmırsan. Təhsilə sərmayə yatızdırılmalıdır, mənəvi inkişaf üçün sərmayə yatızdırılmalıdır, düşüncəvin dəyişilməsi üçün və intellekt səviyyəvi tonusda saxlamaq üçün də mütəmadi olaraq sən sərmayə yatırmalısan. Önəmli olan məsələ budur. Pis vərdişlər də bizi bu cür gözəl işlərdən, gözəl nəticələrdən geri qoyur.
Təşəkkür, çox sağ olun. Demək, Stephen Covey'nin məşhur kitabına çox istinad olunur. 40 milyondan çox satışı olub onun. Azərbaycan dilində də var. Yüksək effektiv insanların 7 bacarığı. Orada deyir ki, Aristotelə istinad edir Stephen Covey. Deyir ki, Aristotel deyir ki, bizim düşüncələrimiz rəftarımızı kəsir. Yəni düzəldir, müəyyənləşdirir, mişar kimidir. Demək, düşüncəmiz nədirsə, rəftarımız da odur. Rəftar göydən düşmür. Mən bir şey eləyirəmsə, birinci onu düşünmüşəm, sonra onu eləyirəm. Rəftarımız vərdişlərimizi formalaşdırır. Mən bir dəfə bir işi görürəm, sonra təzədən görürəm onu, təzədən olur vərdiş. Etdiyimiz əməllər vərdişlərimiz formalaşdırır. Bəli. Vərdişə çevriləndən sonra vərdişlərimiz şəxsiyyətimizi formalaşdırır. Filankəs necə adamdır? Bax gör hansı vərdişlərdədir. Şəxsiyyəti vərdişlər göstərir. Və sonda da deyir Aristotel, şəxsiyyətimiz də taleyimizi müəyyənləşdirir. Sən necə adamsansa, taleyin də elə olacaq. Taleyin də elə olacaq. İndi sözüm buradadır, vərdişlərimiz şəxsiyyətimizi müəyyənləşdirir. Bu nə deməkdir? Yəni, filankəs necə adamdır? Şəxsiyyət odur. Filankəs necə adamdır? Birinə deyə bilərikmi ki, filankəs səxavətli adamdır, amma o filankəs ildə cəmi 10 manat bir dəfə kiməsə əl tutur. Xeyr. Çünki bu hələ vərdişə çevrilməyib. O vaxt səxavətli kimliyi, səxavətli şəxsiyyəti qazanacaq ki, onun səxavətli işləri vərdişə çevriləcək, adiləşəcək, vərdişə çevriləcək. Hər gün, hər saat, adi də o insan üçün. Ya maddi əl tutmaq, ya da mənəvi əl tutmaq, xidmət etmək. Bu, adam səxavətlidir. Bu, vacib məsələdir. Deməli, vərdişlər şəxsiyyətimizi müəyyənləşdirir. İndi, məhz buna görədir ki, Ustad Doktor Davərinin bir kitabı var, Fəlsəfə, İdeologiya və Yalan. Doktor Davəri 2013-cü ildə UNESCO tərəfindən Şərqin filosofu titulunu qazanıb. O deyir ki, orada yalanın tərifini açır. Yalan nədir? Deyir ki, İmam Sadiqə dedilər, soruşdular. Yalancı kimə deyilir? O adam ki, həyatında bəzən həqiqəti əks etdirməyən şeylər danışır. İmam buyurdu ki, la, yox. Ma min əhədin illa yəkunu zəlikə minhu. Deyir, həyatda elə bir adam yoxdur ki, bu şey ondan baş verməsin. Yəni, hərdən bir həqiqətə uyğun olmayan şeylər danışsın. Yəni, insanlar məsum deyil də, belə hallar olur. Bəs buna yalancı demirlər. Bəs yalancı kimdir? İmam buyurdu. وَلَكِنِ الْمَتْبُعُ عَلَى الْكِذْبِ. O insan ki, yalan onun təbiətinə hopub. Xarakterinə çevrilib. Şəxsiyyətinə çevrilib. Yəni, vərdişə çevrilib. Ağzını açır, yalan danışır. Yeri gəldi, gəlmədi. Bu dəhşətli bir şeydir. Vərdiş insanı bu hala salır. Filankəs necə adamdır? Yalancı adamdır. Niyə? Bir dəfə, 3 dəfə, 5 dəfə, 10 dəfə, 20 dəfə, 100 dəfə insanlar ondan yalan görüblər. Filankəs yalancı adamdır. İndi bu məsələnin bir tərəfi. Gəlirik biraz qabağa. Demək, pis vərdişlər var. Bir də yaxşı vərdişlər var. İndi bir adam deyə bilər ki, ay müəllim, sən nə danışırsan, mənasız. Pis vərdiş zad yoxdur həyatda. Elə nə varsa insan seçir də, yaxşıdır da. Tanınmış bir yazardır, Harari. Bu adam homoseksual xarakterlidir özü və homoseksualizmi təbliğ edir. Müsahibələrin birində baxıram, 3 dənə kitabı var. Yəni, o qədər də belə dərin filosof deyil, tarixçidir. Sadəcə olaraq onun kitablarına
vaxtilə Barack Obama, bir də Elon Musk istinad elədi. Kitablar məşhurlaşdı dünyada. Misal üçün 21-ci əsr üçün 21 dərs. Ustadlardan biri deyirdi ki, baxırsan görürsən ki, burada 21 yox, misal üçün 17-18 olmamış. 21-ci əsr olduğu üçün dartıb eləyib 21 dənə dərs. Yəni 21 dənə dərs deyil. Sadəcə də hər halda deyir ki, homoseksualizm yaxşıdır. Niyə? Ona görə ki, insanın təbiətində var da bir şey. Təbiətində. Əgər belədirsə, onda mən əsəbləşib kimsə vururamsa, onda mənə cinayət işi açılmasın da. Təbiətində var. Böyle təbiətimdən gəldi də. Hisslənmək, özündən çıxmaq, kimisə vurmaq tam təbii bir haldır. Bu nə mənasız argumentasiyadır. Neysə, indi pis vərdiş var və yaxşı vərdiş var. Birinci bunu qəbul eləyək. İndi necə edək ki, yaxşı vərdişləri formalaşdıraq, pis vərdişlərdən xilas olaq? Bu barədə xeyli kitablar yazılıb. Məşhur kitablardan biri Atomik Vərdişlər kitabıdır. Atomic Habits. James Clear adlı müəllifdir. Kitab 2018-ci ildə yazılıb. Artıq 20 milyona yaxın satışı olub. Müəllif akademisyen deyil, yəni doktor, professor deyil, amma kitab elmə istinadlarla doludur. Yəni dəqiq kitabdır, nağıl deyil, sarı psixologiya deyil yəni. Orada 4 dənə qanun deyir. O qanunlardan əvvəl maraqlı gedişlər eləyir orada. Bir stendi Frankfurtda bu kitab üçün ayırmışdılar. Görürsünüz, təkcə bu kitab üçün. Bu kitab üçün orada bir dənə Bəli. İndi deməli deyir ki, o deməli pis vərdişlərdən xilas olmaq və yaxşı vərdişlərdən qurtarmaq üçün 4 dənə yol deyir orada. İndi o 4 dənə yoldan əvvəl bəzi məqamları xatırladır. Deyir ki, məqsədi təyin et. Məqsədi təyin et. Çox vacibdir, çox vacibdir. Saatlarla bunu da danışmaq olar elə burada. Məqsədi təyin et. Sistemə fokuslan. Sistemə fokuslan. Məqsədi təyin et, sistemə. Bu nə deməkdir? Bu nə deməkdir? Çox sadə bir misal. Əgər sənin əzizim, sənin məqsədin yoxdursa, ona bu problemdir. Birinci məqsəd təyin elə özüvə. Hara çatmaq istəyirsən, bu vacibdir. Mən Şəkiyə getmək istəyirəm. Şəki misalını çox sevirəm. Gəncəyə getmək istəyirəm, Lənkərana getmək istəyirəm. Əla, təyin elədin. Öz marağına uyğun, istedadına uyğun, cəmiyyətdə buna pul verirlərmi? Tələbat varmı? Bundan sən dolanışığını təmin edə bilərsənmi? Bunlar hamısı var da orada. Yaxşı. Mən Şəkiyə çatmaq istəyirəm, məqsəd, əla. İndi yola düşürsən. Deyir, yola düşəndə fikrin qalmasın Şəkidə. 2 cür var da. Bir adam var Bakıdan yola düşür Şəkiyə. Hey, narahatdır. Nə vaxt çatacağıq Şəkiyə? Nə vaxt çatacağıq? İkinci adam isə yol boyu yola baxır. Şamaxıya çatır, oradan həzz alır. Nə bilim, Şamaxıdan əvvəl Qobustan rayonu var. Ora çatır, orada nəsə bir kəşf eləyir, dağa baxır, təbiətə baxır. Yolun özündən həzz alır. Yolun özündən həzz alır. O Salam Sarvan demişdi, mən gələ bilməyəcəm, yolu qarşıla. İndi o poetik bir şeydir də. Bu yolun özündən həzz alır, prosesin özündən. Əzizim, sənin Şəkiyə çatmağın üçün bu yolu qət etməyin lazımdır yoxsa yox? Əlbəttə lazımdır. 2 cür sən bu yolu gedə bilərsən. 1, darxa, sıxla, hey, deyinirsən, danışırsan ki, biz nə vaxt çatacağıq Şəkiyə? Enerjinə hədər verirsən. 2, təyin eləmirsən, yolu da seçmisən. Bəli, bu yol gedir Şəkiyə. Bu yol gedir, yolu düz gedirəm. Amma 4 saat zaman lazımdır Bakıdan ora. Bu 4 saat zamanı artıq, bu sistemdir, bu yoldur. Fokuslansan yolun özünə. Yolun özündən həzz al, prosesin özündən həzz al. Yoldan, dağdan, meşədən, dərədən həzz al. Və yaxud yol boyu dostlarla söhbət edirsən, o söhbətdən həzz al. Və nəticədə sən Şəkiyə çatacaqsan. Burada enerjinə qənaət edirsən. Çünki deyinəndə insan enerjisi gedir axı.
deyinib danışanda. Düzdür. Enerji xərcləyirsən, hədər. Düzdür. Sonra ikinci məqamı vurğulayır vərdişlə bağlı. Kimlik məsələsi. Bu digər o psixologiya kitablarında da görmüşəm. Deyir, insan hər hansı bir addımı iki məqsədlə atır. Bunu Stanford Universitetinin başqa bir professoru yazmışdı. Efirlərin birində danışmışam ictimai televiziyada. Bir, xərc fayda prinsipi ilə mən bu çayı içirəm, ona görə ki, bunun mənə faydası var, ləzzət alıram çaydan. Hər hansı bir işi. Bir də var kimlik, identity, kimlik, şəxsiyyət. Bu işi görmək mənə yaraşırmı? Bəli. Mənə yaraşır. Buna əsasən, bəzən bir şey sənə xərc fayda prinsipi ilə faydalıdır. Məsələn, sənə təklif edirlər ki, büdcədən, dövlət büdcəsindən oğurluq eləyib, sənə 100 min manat, 1 milyon manat, nə bilim 10 milyon pul verəcəyik. Xərc fayda prinsipi ilə uyğun gəlir. Heç kim də bilməyəcək. Hə? Sonra deyirsən ki, bu mənə yaraşır. Axı, mən müəlliməm. Axı, mən vətəndaşam. Fərqi yoxdur. Mən Azərbaycanlıyam axı. Azərbaycanlıya yaraşmaz axı. Dövlət büdcəsindən oğurluq eləsin. Kimlik məsələsi. Clear deyir ki, vərdişlərə ki başladın, yaxşı vərdişə, o kimlik məsələsini yadında saxla. Misal üçün, artıq çəkim var, arıqlamaq istəyirsən. Başladın indi az yemək vərdişini formalaşdırmağa. Yaxşı. Deyir, demək ki, arıqlamaq istəyirəm. Denən ki, sağlam olmaq istəyirəm. Sağlam olmaq kimliyini özündə formalaşdır. Xatırlat tez-tez. Hədəf odur. Hədəf kimlik verir də insana. Bu ikinci məqam. Birini də deyim, sonra vaxt olar davam eləyər. Olmaz da indi. Sonra nə vaxtsa inşallah. İndi o 4 qanun deyir bu, cənab Clear o kitabında. Ki bu kitab bu qədər satılıb, orada beynəlxalq sərgidə ancaq bu kitaba stend ayrılıb, çox maraqlıdır. Adamın 37-38 yaşı var. 50 milyondur. Satışı. Hətta. Yadımda. Hətta 50 milyon. Çox, yəni internet üzərindən də. Hələ burada nə qədər oğurluqlar da var da. Sındırırlar, bəli, elektron kitabı alırlar. Deyir ki, şəffaflaşdır, konkretləşdir. Şəffaflaşdır, konkretləşdir. Aydınlaşdır məqsədini. Məqsədini, işini aydınlaşdır. Burada xeyli danışılıb. Yaxşı adam ol, danışmışıq burada. Yaxşı adam olma necədir? Nə bilim, pis adam olma necədir? Yox, bu olmur. Şəffaflaşır, konkretləşdir. Dale Carnegie'nin o məşhur kitabında dostu necə qazanmalı, insanlara necə təsir etməli. O deyir ki, insanlara təsir etmək mexanizmlərindən biri də budur. Həm asan danış, indi burada var asan danışma. Həm də özünü izhar elə ki, bu asandır, burada nə var ki? Həm asan de, həm də denən ki, bu elə asandır, burada nə var ki? Elə biləm, bunun kökündə nə yatır? Bizə bəzi vaxtlar bəlli olan mövzular, aydın olan, şəffaf olan mövzular, elə biri o da bilir. Onda da şəffafdır, üstündən keçirik, amma ona şəffaf deyil. Siz demişkən, ona bəlli eləmək. Empatiya qurmaq lazımdır. Empatiya qurmaq. Əzizim, dünyanın ən çətin işlərindən biri müəllimlik peşəsidir. 100%. Ən çətin, ən çətin. Özü də vay o gündəndir ki, indi burada müsbət mənada vay deyirəm də. Müsbət mənada vay. Vayında iki dənə mənası var, mənfi müsbət. Burada müsbət mənası var. Vay o gündəndir ki, sən konkret bir auditoriyaya yox, bütün insanlara danışırsan, yazırsan. Onda artıq empatiya qurmalısan. Bunu başa düşdümü? Kontingentlər fərqlidir. Bu 4 dənə qanunun birincisi şəffaflıq idi. İndi burada deyir ki, misal üçün, əgər meyvə yeməyə özünü adət etdirmək istəyirsənsə, meyvəni gözün qarşısında qoy. Aydındır? Gözün qarşısında qoy. Əgər kitab oxumaq istəyirsənsə, kitabı gözün qarşısında qoy. Da kitabı sandığın içində saxlama. O da təsir eləyir. Aydındır? O vərdişə təsir eləyir. Bəli. Vərdişə təsir eləyir. Çox vacibdir. Gözün qarşısında olsun. Şəffaf olsun, aydın olsun, yaxın olsun sənə. Aydındır? Və bunun indi 1 milyon dənə misalı var da.
Bunun əksi də belədir. İndi bu 4 dənə deyib, mən birini dedim, indi sonra vaxt çatsa deyərəm. Əksi də belədir. Əgər bir şeydən çəkinmək istəyirsənsə, onu gizlət. Göz qabağında qoyma. Çünki göz qabağında qoysan, vəsvəsə olacaqsan da ki, onu eləyəsən. Göz qabağında o gizlət. Bunda çox... Çünki gözdən iraq olan könüldən də iraq olur da, belə bir şey var. Gözdən uzaq, könüldən iraq, bəli. O çox vacibdir. Çox vacibdir. İnsan belə bir varlıqdır da. Gözün qabağında, gözündən uzaq olan dostların yavaş-yavaş sevgisi də silinir, gedir. Vəssalam. Deməli, siz bir mövzuya toxundunuz. Mən orada insanların görürsünüz, əməli ilə bəzi vaxtlar xarakterinə çevrilir. Özünə çevrilir. Quran-ı Kərim özü də bölüb 2 qismə. Quran bəzi yerlərdə əmilus salihat deyir, əməli salih olanlar deyir. Bəzi yerlərdə deyir salihun, özü salih olanlar. Bəzi yerlərdə şəxsin əməlini tənqid edir, bəzi vaxtda özünü tənqid edir. Bəzi vaxtda insanın əməli hələ onun xarakterinə, şəxsiyyətinə çevrilməyib. Hum dərəcatun indəllah. Ləhum dərəcatun da var. Bəli. Sizin dediyinizə uyğundur, amma bəzi insanlar özü dərəcə olub. Özü dərəcədir artıq. Artıq özü dərəcədir. Özü meyardır, etalondur. Amma bəzi insanlar üçün Quranda bir ayə var, deyir ki, ləhum dərəcə, onlar üçün dərəcə var. Bir ayda budur, mail mənim, özü dərəcədir artıq. Hətta bir dənə belə bir söz deyim sizə, yadıma düşdü bu ayə. Allah Teala Quran-ı Kərimdə buyurur ki, İnnəkə lə'alə xuluqin azim. Demir Peyğəmbər, sən zu xuluqsan, əxlaqlısan demir. Alə xuluq deyir. Alə xuluq, ərəb dilində zu xuluqla fərqi var. Bir var, filan kəs əxlaqlıdır, bir də var alə xuluq. Əxlaqı dəyərlərə hakimdir. Bəli. Cəmiyyət buna baxır, o əxlaqı xüsusiyyətləri özündə neynir, cəm edir. Artıq cəmiyyət üçün alə xuluq etalondur, nümunədir. İstiqamət verir cəmiyyətin əxlaqına. Yəni bir dərəcəyə çatıb Peyğəmbər ki, Allah deyir ona ki, İnnəkə lə'alə, alə sözü ərəb dilində. Yəni sənin o əxlaqlı dəyərləri artıq bir hökmranlığın var. Yəni əxlaqın hakimi mütləqisən. Bəli. Hətta bir də hədis yadıma düşür. Deyir ki, Allah deyir, bəzi insanların özündən xoşu gəlir, əməlindən acığı gəlir. Bəzi insanların özündən acığı gəlir, əməlindən xoşu gəlir. Görünən bu da Allah kateqoriyalara bölür də. İnsanın özü ilə əməli. Keçək indi biz vərdişə. Mən də biraz qeydlərim var. Bölüşüm, siz neçə dənə mövzulara toxundunuz. Rövşən mənim nə yaxşı gələ əvvəldən tərif verdi vərdiş mövzusuna. Və bölündü də yaxşı vərdişlər və pis vərdişlər. Bu çox mühümdür. Deyir, hər ikisi deyir, qılınc kimi itidir. İstər yaxşı vərdiş, istər pis vərdişdə. Və mən bu tərəfinə istəyirəm məsələni toxunaq ki, indi bir insanın tutaq bəlli olduğu da müəyyən qədər misallar da çəkildi. Siz demişkən şəffaflaşdı. Hətta bəzi mövzular heç bilinmirdi. Rövşən müəllim elə məsələlərə toxundu. Elə biriləri yaxşı haldır. Amma yanlış pis vərdişdir. Biz necə edə bilərik ki, pis vərdişlərlə mübarizə aparaq? Biz pis vərdişləri özümüzdən dəf edək. Bunun bir yolu, bir mexanizmi nədir? Yəni, belə bir mövzuda istəyirəm bir açılsın mövzunun davamı olaraq və biraz da neynəyək? Bu mövzuların ətrafından danışın. Mən ilk öncə istərdim bunu deyim ki, biz düşünməliyik bu mövzular haqqında. Təfəkkür eləmək, fikirləşmək. Nə mənada? Ümumiyyətlə, mən niyə pis vərdiş edirəm? Birinci bəlli oldu, bu pis vərdişdir. Sonra mən niyə bu pis vərdişə duçar olmuşam? Niyə bunu edirəm? Ən vacib o deyə düşünmək. Düşünmək lazımdır. Təfəkkürü saətin. Çox mühümdür deyir. Və mövzu da siz demiş, amma şəffaflaşmalıdır. O deyir, bir nəfər gəldi, gördü, bir ağıllıdır da, gəldi, gördü, bir nəfər uzanan halda nəsə yeyir. O ona dedi ki, sən axı bilmirsən ki, uzanan halda yemək yesin, əqlün naqis olar. O deyir, ona qayıtdı ki, ağıl nə olan şeydir? Bir dənə onu mənə tərif elə. Deyir, bəlli olduğu dəlidir də deyir. Hələ deyir, mən ağılın özünü tərif elə, ondan sonra ağıllı olmaq nədir? Dedi, sən də onda işində ol, narahat olma. Bəli. Deməli, birinci məsələ budur. Mən bu vərdişə adət eləmişəmsə, bu vərdiş məndə varsa, nədən qaçmaq istəyirəm? Niyə bu vərdişə duçar olmuşam? Nə istəyirəm? Bunlar haqqında düşünmək və yaxud əksinə bu pis vərdişin ziyanı haqqında düşünmək. Bunun mənə həyatımda nə ziyanları var?
Çünki belə bir varlığıq ki, insanşünaslıqda da bəhs olunur. Hubbuzat deyilən mövzu var. İnsanın özünə olan sevgisi, məhəbbəti və bu məhəbbət səbəb olur ki, mən ziyandan qaçmaq istəyirəm. Bu məhəbbət səbəb olur ki, mən xeyri özümə cəlb eləmək istəyirəm. Bu mənə ziyanı var. Əvvəla bunu bilək ki, pis vərdiş gətirir. Yəni pis vərdişdən pis vərdiş doğur. Görsən, məsələn, bir nəfər narkotik alüdə olub, bir müddətdən sonra onu əldə eləmək üçün oğurluq da eləyir. Yalan da danışır. Yalan da danışır. Bəzən gəlib ora çata bilir insan. Pis vərdiş gətirir. Və yaxud məsələn, sosial şəbəkələrlə bağlı müasir dönəmimizdə də böyük dərdlərdən biridir. Mən o gün Türkiyənin kanallarında idi. Bir nəfər 3 ildir evdən bayıra çıxmır. Telefon əlində oynayır. Yəni, bu insanı axır gəliblər, evdən çıxartdılar, müsahibə də alırlar bundan, göstərirlər, bu gücünə balan götürürlər, aparırlar, kişi gedir, yuyunmalısan, çinməlisən. Cavan bir adam deyir, mən bu halımdan məmnunam da. Bu, yəni, sosial şəbəkədə bu insan ilişib qalıb da, oyunda mı və s. Yəni, bu doğrudan da ürək yandıran haldır da. İnsanın bu tərəfləri haqqında düşünək ki, nə qədər ömrüm gedir. Baxın, pis tərəfləri haqqında düşünmək ki, məsələn, bəzi vaxt sosial şəbəkələrdə insanlar başqalarının həyatını o qədər maraqlanır ki, öz həyatını yaddan çıxardır, öz həyat haqqında o qədər düşünmür. İlişib qalıb onun həyatını oxuyur, bunun həyatını maraqlanır. Saatlarla gedir də, rəngarəngli idi də, oxuduqca oxuyur. Bu ikinci, birinci məsələdir ki, düşünməliyik. Bu mənə nə alır məndən? Mən niyə ümumiyyətlə bu vərdişə duçar olmuşam? Bu vərdiş məndə niyə var? İkinci məsələ, o vərdişi nə ilsə dəyişməliyəm. Bunu düşünəndən sonra ki, daha bildim, bu ziyanlıdır. Mən bunu dəyişməliyəm. Bu fikir çox mühümdür. Onun yerini başqa bir şeylə doldurmalıyam. Bir alim deyirdi ki, bir vərdişi də tərk eləmək üçün bir vərdişə ehtiyac var. Yəni, pis vərdişi tərk eləmək üçün yaxşı bir vərdişə ehtiyac var. Ümumiyyətlə, bunu anlamışamsa, mən bunu tərk eləməliyəm. Adam var, sual verirsən ki, bu pis işdir. Bunu tərk eləmək istəyirsən? Deyir, yox. Deyir, çoxumuz istəməyi istəyirsən? Deyir, yox. Bundan nə söhbət edəyək ki? Buna nə danışaq ki? Bu konkret üstündən xət çəkib də, məsələn. Adam var, mənə deyirdi, məsələn, işinin üstündə. Deyməyin də, mən belə yaşamaq istəyirəm. Belə yaşamaq istəyirəm, bu fəlakətdir artıq. Heç olmasa bu oyada bilsək, bunun içində bir inqilab baş versək, yoxsa bu hara gedirsən? Quran demişkən, eynə təzəbun, fə eynə təzəbun, hara gedirsiniz? Yəni, bu axınla hara gedirsiniz siz? Mən ilk öncə bunu başa düşməliyəm ki, bu dəyişilə bilər. Bəzi adamlar elə bilir ki, daha vərdiş odur. Deyir ki, mən elə oyandı, necə dəyişilə bilərəm? Aristotelin yaxşı bir sözü var, deyirdi ki, o şeyləri ki, biz edə bilirik və ya etmişik, etməyə də bilərik. Bir şey etmişəmsə, etməyə də bilərəm. Yəni, sən başlamısan da bunu. Sən o deyilsən, sən onu xəlq eləmişsən. Sən onu qazanmışsan, belə deyək. Hacı Aristotelin adını o qədər gözəl, təbəssümlə, mehribanlıqla çəkdi ki, mən inanmıram Aristotelin adını belə çəkən olubdur. Kef elədi onun ruhu. Buna da nəsə gətirəcəklər ki, nə? Və bir dənə də bunu istəyirəm deyim, davamlı qeydlərim var, sonra da qayıdaq sizlərlə bölüşək astasında. Baxın, və pis vərdişin ən böyük düşməni, deyərdim, tərəddüddür. Tərəddüd etmək. Bəlkə məndə alınmaz. İnanmır. Belə deyək, mümkün deyil. Fi reybihim yetərəddədun. Ərəb dilində, Quranda bir ayədə deyir. Öz şübhələrində elə get-gəl eləyirlər. Fi reybihim yetərəddədun. Elə gedir, gəlir. Çıxmır da oradan. Mən bir dənə hədis demək istəyirəm. Hədis çox maraqlıdır Əli əleyhissalamdan. Əli əleyhissalam buyurur ki, insanlara bəla gəldikdən və yaxud hər hansı bir neymət əllərindən çıxdıqda, istər bəla gəldikdə və yaxud neymət əllərindən çıxdıqda, sidqi niyyətlə, aşiqanə qəlblə, doğrudan da belə inanaraq, qəlbən addım atsa, Allaha pənah aparsa və səy göstərsə və çalışsa, əllərindən çıxan şey onlara qayıdar. Hər bir xarab olmuş şey islah olar. O, deyərdim ki, Əmirül-Müminin elə bir nöqtə qoyub da, çox üzülmədən, yəni məndə alınmayacaq, yox.
Səndə alınar. Niyə də alınmasın ki? Sən sadəcə inanmalısan, inanmalısan, səy göstərməlisən. Əlbəttə burada bunu da qeyd etmişdim ki, bəzi mövzular qeyd. Təkcə inanmaq da kifayət eləmir. Hədəf mühüm, hədəf təyin olunmalıdır. Qısa deyirəm və hədəflə yanaşı sistem olmalıdır, proqram olmalıdır. Təkcə iradə də kifayət eləmir. Bəzi o iradə özünü tükənir. İnsan bir sistemi olmalıdır və proqramı olmalıdır və sistemə fokuslanmalıdır və belə deyək, hədəf də gözünün qabağında olmalıdır, amma bir şərtlə Mail müəllim demişkən, elə çatım ora yox. Hədəfə gedən hər addımda özü uğurlu hesab eləməlisən. Sən artıq bir addımda yaxınlaşdın. Hər an ləzzət almağı bacarmalısan. Çox təəssüf olsun, biz bəzi vaxtlar gözümüz sonraki mərhələlərdədir. Elə deyirik, o mərhələyə yetişək xoşbəxt olarsan. O mərhələyə qədər artıq addım atmısansa, o özü bir xoşbəxtlikdir. Özü xoşbəxtliyə gedən yol özü də bir xoşbəxtlikdir. Lazım deyil ki, mən bu ümumiyyətlə bizim psixologiyamıza çevrilib bəzi insanlarımızın. Deyir, məsələn, 6 gün işləyim, bir gün istirahət edeyim, bir gün ləzzət alım da. Gərək adam işindən də ləzzət alsın, işindən də zövq alsın. Yalnız o günə fokuslanmasın ki, o gün. Niyə? O günə fokuslananda görürsən, işində də adam sevinclə işləmir. O işdə də kimisə qanın qaraldır, narahat edir. O şaşırsınız. Amma yox, mən başa düşsəm ki, bu ora gedən yoldur və hər anımda məmnun ola bilərəm. Sistem artıq işləyirsə, mən məmnun ola bilərəm. Sizə də bunu deyim. Bəli. Sizin bir sisteminiz artıq işləyirsə, ola bilsin də gözlə görünən nəticə yoxdur. Düzdür? Gözdən görünmür. O bambuk ağacı haqqında oxudum. Deyir ki, təsəvvür ki, ilk 5 ildə əkilən gündən, ilk 5 ildə görünmür də nəticə. Son 5 həftədə ya 6 həftədə 22 metr başlayır uzanmağa, hündürlüyə qalxmağa. Son 6 həftədə. Amma bu ora qədər orada bir proses gedib. O belə deyil ki, məsələn, bu hadisələr 5 həftədə baş verdi. Yox, bunun 5 həftənin arxasında 5 il dayanıb. O 5 ili də zəhmət çəkməlidir insan. Mən misaldan qayıtıram. O kitabı oxumusunuz siz, Atomik Vərdiş? Bəli, mən oxumuşam. Orada da eynən buna təkid edir daha. Yox, bu həqiqətə təkid edir ki, yəni o xırda addımlar... Xırda addımlar çox mühümdür. Mühümdür. Get. Bir çoxumuz, özümdən danışıram, o xırda addımlarda çaşıb qalırıq da. Nəticə yoxdur hələ. Nəticə 3 ildən sonra olacaq, 2 ildən sonra olacaq. Orada sıxılırıq. Sıxılırıq, bəli, düzdür. Məta Nəsrullah, Quranda da var, Bəs Allahın köməyi nə vaxt gələcək? Bəs nə vaxt olacaq? Səbirli ol da. Pilləkənlə elə bir qalxırsan, o hər attığın pillə səni hədəfə doğru aparır. Amma o pillədə sən hələ hədəfə çatmamısan. Amma o pillənin rolu var. Bir nəvər deyirdi ki, mən həvəsdən düşəndə o daş yonanlara baxırdım, deyir. O daşı ki vururdu. Yəni birinci, ikinci, üçüncü 100 dəfə vururdu. Daşın üstünə bir nəsə çat görünmürdü. 101-ci vuranda daş qırılırdı. Deyirəm, başa düşürdüm ki, o 101-ci daş yox da, 101 daş vurulan o, belə deyək də, o 101 dəfə vurduğun onu o hala gətirdi. Yəni, bəzi vaxtlar deyirəm, görünmür, adam ona görə sıxılır da, nəticəni görə bilmirsən, elə hey sıxılırsan. Hətta bir çoban deyir, gəlmişdi qoyununa, deyir, buradan qarpızın qabığını verirdi, buradan baxırdı, görün kökəldi. Bir də deyən də bunun boğazına hələ qarnına düşməyib də, elə bunu açan kökəl. Nəticəni tez görmək istəyir də bir sözlə. Maraqlı məqamlardır. Bu, ümumi belə bir əlavələrlə belə yekunlaşdırmaq olar. Yəni, yekunlaşdırmaq deyəndə pis vərdişlərdən qurtulmağın yolları, onu belə yekunlaşdırmaq olar. Yəni, dostlar çox qəşəng məqamlara toxundular. Deməli, birinci belə deyə bilərik ki, pis vərdişdən qurtulmaq üçün birinci etdiyin işin pis vərdiş olduğunu bilməlisən. Sən əgər onu pis vərdiş bilmirsənsə və yaxud da onu gözəl vərdiş bilirsənsə, sən heç bir zaman onunla mübarizə aparmayacaqsan. Ona görə bunu bilmək lazımdır və bunun üçün də bu cür verilişlərə qulaq asmaq, aidiyyatlı kitabları oxumaq, məsələn, deyinmək. Bu da pis vərdişin biridir. Adam həmişə deyinir, həmişə narazıdır, həmişə gileylənir, həmişə, yəni, nə qədər işləri yaxşı olsa da yenə də nəsə bir şey çatışmır. Bu özü pis vərdişdir. Deyinmək, adamın baş beyni aparmaq, bu özü pis vərdişdir. Bir dəfə özür sən Rövşən, sizin dediyinizə yadıma düşdü. Bir nəfər var idi, hər şeydən narazı idi. Mən dedim, sən özün narahat adamsan.
Həqiqətən bəzi adamlar özləri çox narahatdır. Yəni hər şeydən narazıdır da. Yəni özündə problem var ki, bu özü dəyişirsə çox şey dəyişilər sizdir. Aha. Bəzən də olur ki, xasiyyəti belə deyil. Ancaq bu işi davamlı görməyi bunda xasiyyət formalaşdırır. Yavaş-yavaş artıq bunu bəli. Canına keçir və təbiətinin bir hissəsi olur. Deyinmək, narazı olmaq və yaxud da bir hadisə, neqativ hadisə ilə qarşılaşır. İlk fikrə gələn pis fikir, bu da vərdişdir. Yəni sənin qarşılaşdığın hər hansı bir hadisədə daim beynivə ilk olaraq pis fikir gəlir. Bunun özü pis vərdişlərdəndir. Yəni hadisələrdən sən pis nəticə çıxartmağın. Bunlar hamısı dəyişilməlidir. Və yaxud da ki, tez ruhdan düşmək. Bunun özü də yəni pis vərdişlərdəndir. Çox böyük bəladır bu gün. İnsana bütün uğurların qapısını bağlayır da. Yəni sənin tez həvəsdən düşməyin. Bunlar ciddi şəkildə insana təsir edir. Bədbin düşüncə tərzi. Bədbin düşüncə tərzi, hər şeydə neqativ görmək, müsbət tərəfi görə bilməmək. Məsələn, psixologiyada belə insanları vərdişlərini, pis vərdişdən çıxartmaq üçün buna deyirlər ki, səy elə o işin müsbət tərəfini gör. Bir dəfə, iki dəfə, üç dəfə yavaş-yavaş dəyişilirsən. Deməli, birinci pis vərdişin nə olduğunu bilməlisən, bu bir. İkinci, hədəf, Mail müəllim də işarə elədi. Yəni, sənin hədəfin olmalıdır. Yəni, düşünürsən ki, misal üçün də öz karyeramda uğur əldə eləyəcəm və yaxud da bir şirkətin rəhbəri olacam, yazıçısansa əsərim dünyada tanınacaq. Belə hədəf qoyandan sonra sən sosial şəbəkələrə artıq vaxt qoymağı özün üçün pis vərdiş biləcəksən. Onda sən öz adətlərinə baxacaqsan, həyat tərzinə baxacaqsan. Sən əgər hədəfin yoxdursa, sənin itirməyə də heç nəyin yoxdur. Sən vaxtını, pulunu itirməkdən narahat deyilsən. Narahat deyilsənsə, aydındır ki, sənin həyatını pis vərdişlər, alaq otları dolduracaq. Deməli, sənin bir hədəfin olmalıdır. O hədəfə doğru da sən çalışmalısan ki, gedəsən. Bu ikinci. Sonra üçüncü, pis vərdişin sənə nə kimi zərər verdiyini sən bilməlisən. Özünlə bu barədə danışmalısan və yaxud söhbətlərə qulaq asmalısan. Və pis vərdişin pis tərəfini o qədər eşitməlisən ki, onun zərərlərini, onun sənin sağlamlığı olan zərərini, yaxınlar və ailə üzvləri olan zərərini, sənin öz karyeranda olan mənfi təsirlə, bütün bunları, maddi zərərlərini, mənəvi zərərlərini, əgər inanclısansa onun dini zərərlərini, bütün bunları sən daim eşitməlisən bir müddətə qədər. Yavaş-yavaş sənin içində o vərdişin şirinliyi, o pis vərdişin şirinliyi gözündən düşsün. İldə 20-ci əsrdə 100 milyon insan ancaq tütün məhsulunun istifadəsindən ölüb. 21-ci əsrdə hansı ki yeni başlayıb, rəqəm 1 milyarda çatacaq. Təsəvvür edirsiniz, 1 milyard insan tütün məhsulunun istifadəsindən ölür. Yəni tütünün öldürdüyü və insanların sayı bütün genosidlərdən, qətliamlarda ölənlərin sayından qat-qat çoxdur. 1 milyard nə deməkdir? 100 milyon nə deməkdir? Bu faciəvi bir rəqəmdir. Araşdırma aparıblar, deyirlər ki, tütün məhsullarını siqaret çəkən insanların ikisindən biri öz təbii əcəlindən ölmür. Yəni biri siqaret çəkirsə, yəni onlardan ancaq 50% maşın qəzasında öləcək, xərçəngdən öləcək və yaxud da nə bilim yolda gedəcək, ayağı büdürüb, başı daşa dəyib öləcək, bu cür. Qalan 50% tütündən öləcək. Yəni əgər o tütün istifadə eləməsəydi, siqaret çəkməsəydi, bunun öz təbii ömrü ilə daha çox yaşama şansı çox idi və deyirlər ki, tütün insanın ömrünü 13 il azaldır. 13 il, yəni tütün məhsulunu istifadə etməyən insan 80 il yaşayırsa, bu 93 il yaşayacaqdır. 13 il azaldır. 65 min uşaq ancaq siqaret çəkən ataların, anaların o tütün təsiri altından düşməyindən ölür. 65 min uşaq. Rəqəmlər həddən artıq faciədir. 1, 2, 3, 4, 5, 6. Bir nəfər siqaretdən öldü. Hər 6 saniyədə bir nəfər siqaretdən ölür. Ona görə siqareti yəni yaxşı bilən və yaxud da pis vərdiş bilməyən, təhlükəsiz bilən ağıllı insan yoxdur dünyada. Qalaq-qalaq kitablar var. Tibb sahəsində fəaliyyət göstərən belə professorlar var, məşhur həkimlər var ki, onlarla danışıram, nəsə söhbət siqaretdən düşdü. Dedi ki, bizim dərsliklərin bir hissəsi ancaq tütün barəsindədir, siqaret barəsindədir. Yəni bunu dərsliyə salıblar. Və tütün yeganə əmtəə məhsuludur ki, üstündə antireklamı var.
Bəli. Bax, yeganə əmtəə məhsuludur ki, məcbur eləyiblər ki, üstünə yaz ki, bu öldürür və dağılmış ağciyərlər şəklini qoyublar üstünə. Yeganə əmtəə məhsuludur. Və tütünün zərərləri məlum olanlardan 10 qat çoxdur, onu deyim sizə. Bir məqalə oxumuşdum. Tütünün zərərlərini araşdıran elmi araşdırma mərkəzlərinə bir ara siqaret və tütün məhsulları şirkətləri maliyyələşdirirdi. Bilirsiniz nəyə görə? Bəzi siqaretləri desin ki, bunun zərəri azdır. Maliyyəni onlar verirdilər ki, filan brendin eybi yoxdur, bunun zərəri var, indi yeni brend vururam. Bu daha lightdır, bunun nə bilim filteri var, filan şey var. Sonradan məlum oldu ki, onun zərəri heç də o birisilərindən geri qalmır, hətta daha çoxdur. Ona görə hətta məhkəmələr belə bunun üçün qaldırıldı ki, tütün şirkətləri maliyyələşdirə bilməz. Çünki onda alim heç vaxt obyektiv ola bilməyəcək. Çünki bunun pulunu tütün şirkəti verir. O bəzi tütün məhsullar var, dünya brendidir. Orada o kovboy var, atın üstündə gedir, at çapır. Deməli, onların hamısı tütün çəkməkdən ölüb. Hamısı tütün çəkməkdən, siqaret çəkməkdən ölüb. Bu məcburdur ki, onu çəksin, özü reklam eləyir. Bunda pis vərdiş yaradıblar. Biri ölüb, onun yerinə başqasını gətiriblər. Bütün o reklamlarda iştirak edən o, belə baxırsan ki, nə bilim, xarizmatik at çapan kovboy, hamısı siqaretdən ölüb. Yəni, bunu danışandan sonra insan beynində artıq yavaş-yavaş bir narahatçılıq yaranır ki, bu siqaretdən çəkmə. Əgər inancılısansa, dini tərəfdən bax ki, bu haramdır, siqaret çəkə bilməzsən. Bunun bir axirətdə bir sorğu-sualı var. Əgər adi bir vətəndaşsansa, sağlamlığını düşün, övladını düşün. Və bunlardan sən danışırsan, normal insanda bir narahatçılıq yaranır və bu cür ludomaniyadan, qumar alətlərinin vərdişindən danışmaq lazım. Bir veriliş o barədə ümumiyyətlə danışmaq lazımdır ki, qumar alətlərinin cəmiyyətə gətirdiyi faciələr, o deyirlər, uğurlu insan simasını göstərirlər, ev uddum. Bir dənə o ev udanın kölgəsində milyonlarla ailələr bədbəxt qalır. Həzrət Əlinin belə bir sözü var, deyir ki, bir qəsrin yanında həmişə kiçik daxmalar olar. Orada o xoşbəxt insan bir dənə ev udub, ancaq burada nə qədər insanlar ailə boşanıb, nə qədər ailələrdə qətillər olub, intiharların bir qismi qumar alətlərinə görə. Bu şeylərdən danışıb, pis vərdişi doğrudan da pis vərdiş olduğunu cəmiyyətə başa salıb, bunları insanların gözünə salmaq lazımdır. Mütəmadi olaraq bunlara baxmaq lazımdır. İkinci, pis vərdiş aləti əlçatan olmalı deyil. Məsələn, sən əgər siqaret çəkənsənsə, bir al siqareti, paçkalarla alma. Bir alanda artıq gecə saat 2-də dükanlar bağlandığına görə səndə o həvəs olmayacaq ki, yuxudan oyanmışsan, siqaret çəkməksən, sən də bir dənə almışsan, o da çəkib bitirmirsən. Sən artıq sənə gözvə duracaq gedib tütən alasan. Aeroportlarda necə eləyirlər? Bir dənə bəlli bir yer var, sən ancaq orada siqaret çəkə bilərsən. Məsələn, dünya aeroportlarında o cürdür. Və sən də hər dəfə ora gedib çəkə bilmirsən. Ona görə aeroportda 4 saat sən təyyarəni gözləyirsənsə, o 4 saat ərzində 1-2 dəfə çəkirsən. Çətinləşdir də. Çətinləşdir. Və yoxud da televiziya verilişlərinə sən tez-tez baxırsan da, vaxtın buna gedir. Pultun içindən batareyaları çıxart. Bir də onu qoyub, onu taxmaq gözvə duracaq, bəzən ondan istifadə eləməyəcəksən. Bəzi oyunlar var, applicationlar var, onları sil. Bir dəfə oynadın, həmişə özünə söz qoy ki, oynayandan sonra onu siləcəksən. Bir də onu yüklüyüm, bunu eləməyəcəksən də. 5 dəqiqə vaxtın var, 5 dəqiqə ilə yükləyincə ondan sonra kitab oxuyum. Ondan sonra nəyə vərdiş yaratmaq istəyirsən? Məsələn, tütündən istəyirsən, əl çəkəsən, sosiallardan əl çəkib normal səviyyəyə gətirəsən, bunu nəyinə əvəzləmək istəyirsən? Məsələn, kitab oxumaqla və yaxud da gözəl verilişlərə baxmaqla. Onların o applicationlarını, onların o mobil tətbiqlərini yüklə. Və yaxud da kitabı göz qabağında elə. Hara getdin, əlində kitab apar. Çünki 5 dəqiqə vaxtın olanda əlinin altında nədirsə, sən onu istifadə edəcəksən. Bunu Kahnemanın araşdırmaları da vardı. Deyir ki, sadə bir dənə bir qayda işləyir. Nə gözünün qabağındadırsa, sən ona meyl eləyirsən. Gəl, Azərbaycan xalqını deyək ki, hamısı kofedən istifadə eləsinlər. Hər yerdə gəlin kofe shoplar açaq. Bir neçə ildən sonra hamı kofe istifadəçisi olacaq. Deyək ki, kəkotu çayının
istifadəsinin sayını artıraq. Hər yerdə çayxanalar açaq və yalnız orada kəkotu çayı verək. Kəşotu yox, çəşliyotu. Xahiş edirəm siyasi səhvlərə yol verin. Ona görə yəni hamısı sadə gözümün qabağında nə varsa sən ona doğru meyl eləyirsən. Tütün məhsullarını gəl şəhərdə bir dənə yerdə satılsın. Bax, bir dənə yerdə satılsın, insan məcbur olacaq, ora getsin, hər dəfə gedə bilməyəcək. Bu sadə bir dənə psixoloji bir manyovrdur. Bunu tətbiq edirsən, yavaş-yavaş pis vərdişlərin sayı da azalır. Sonra əl çatan bir dənə başqa bir elmi tərəfi də var idi. Onu mən başqa bir verilişlərdə uyğun olsa deyərəm. Ancaq ümumi olaraq bunu kimi həyatına tətbiq eləsə, pis vərdişlərin əksəriyyətini ələ çəkər. Təşəkkür Rövşən müəllim, əla, gözəl. Hacı da çox gözəl danışdı. Ləzzət elədi. Beynimdə başqa bir ideya doğdu. İdeya yarandı Hacının çıxışları ilə bağlı. İnşallah verilişdən sonra onu danışarıq. Demək, təbii ki, bütün bu dediklərimiz o zaman formalaşır ki, həyata keçir ki, insan iradəsini cəmləsin. Quranda möhtəşəm bir ayə var. فَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى اللّٰهِ. Elə ki, əzm etdin, əzm, yəni iradənin cəmlənməsi, yəni qərar vermə. İradəni toparladın, qərar verdin, yəni sonra. Fətəvəkkəl. Ondan sonra Allaha təvəkkül elə. Yoxsa ki, evində tənbəl oturmuşsan, heç nə addım atmırsan, orada Allaha təvəkkül etməyin heç bir adı yoxdur, əzizim. Bir dənə söz deyim, bu söz bizim bu böyük bəlamızda Mail müəllim deyən məsələ, əsasən dindar camidə təvəkkül məsələsi, Allaha tapşıram, yaxşı olacaq. Təvəkkül insanın feili deyil, təvəkkül insanın halətidir. Feilivi icra ilə, boynuma düşən o halətdir ki, insan bilir ki, əgər bu işi düz eləmişəmsə, Allah bu sistemi də elə qurub, xilqəti elə yaradıb ki, küllə aləm sənə kömək eləyəcək. Ola bilsin, nəticə orada olmayacaq, başqa elə, amma nəticəsiz olmayacaq. Bu halda ol. Allahı da bu cürünə bağlan və işində ol ginanda. Bəli, tamam, gözəl. Demək, bayaq dedim, birinci şərt budur, dəyişim də deyirlər də. Buna dəyişim psixologiyası, vərdişləri dəyişmək, vərdişləri formalaşdırmaq və s. Yaxşı vərdişi şəffaflaşdır, göz qabağında qoy. Bunu dedim. İkinci, işi və hədəfi cəlb edici et, maraqlı et. Maraqlı et, çalış. Gördüyün işi cəlb edici et. Məsələn, bəzi müəllimlər var, dərsi deyirlər, məzmun gözəl, ali, forma isə çox maraqlı. O ustadın, müəllimin ustalığıdır da. Çox maraqlı dərs keçirir. Zarafatlaşır, nə bilim, şən atmosfer yaradır. Yorulmurlar tələbələr, şagirdlər. Orta məktəbdə də belə müəllimlər var. Əllərini öpürəm o müəllimlərin. Həqiqətən uşaqlara dərsi sevdirirlər, maraqlı edirlər. Demək, burada bir yaxşı texnika deyir James Clear. Necə? Deyir ki, sənin gündəlik etdiyin, sevdiyin nəsə var da hər gün. Misal üçün, hamımızın hər gün sevdiyimiz nədir? Yemək yemək. İnsan gündə bir dəfə, 2 dəfə, 3 dəfə yemək yeyir də, yeməkdən zövq alırıq. Və yaxud kimsə çaydan zövq alır, nə bilim, kimsə kompotdan zövq alır. Deyir ki, etməli olduğun iş var, hansı ki, qərar vermirsən ki, onu edim, vərdişə çevirim. Onu yapışdır həmən gündəlik sevdiyin işə. Denən ki, bu sevdiyim işi edəndən dərhal sonra o birisini də edəcəm. Onu buna yapışdır, bunun şirinliyindən ona da keçsin də. Aydındır. Çox maraq. Misal üçün, hər gün yemək yeyəndən və yaxud yeməkdən qabaq, 10 dəqiqə qabaq kitab oxuyacam. Başla, 10 dəqiqə kitab oxuyacam hər gün. 3 dənə 10 dəqiqə, 3 dənə yemək yeyirsənsə, 3 dəfə qidalanırsansa, yarım saat elədi. Və salam. Sən gündə yarım saat kitab oxudun. Yeməkdən qabaq. Yeməkdən qabaq. Bunun lövbərləmə deyirlər də, həm də lövbərləmə, anchoring, lövbərləmə. Lövbərliysən ona, yapışdırırsan ona. Bu ikinci. Üçüncü, asanlaşdır. Bayaq dediyim, asanlaşdır. Asanlaşdır. Bəli. Rəbbi yəssir və la tuəssir. İlahi, asanlaşdır. Çətinləşdirmə. Çətinləşmə. Əslində bu
dua həm də insana aiddir də. Yəni sən də o cür ol da. Yəni sən də tanrısal ol. Sən də Allaha bənzə. Vaqif Bayatlı deyir, sevdim Allaha bənzədim. Allah sevəndir. Mən də sevdim Allaha bənzədim. Öldüm, sevgimi bəzədim. Mən səni 1000 il gözlədim. Sevdim, keçdim təzə minə. İndi ikinci 1000 illiyi də gözləyirəm sənə. Dəxlisi yox idi, amma... Demək, asanlaşdır. Bayaq Rövşən müəllim dedi. Siqaret çəkmək üçün tutaq ki, bir qutu alma, 1 kilo al, nə bilim, 2 kilo al. Gecə saat 12-də qutaracaq, aşağı düşməyə ərinəcəksən. Eybi yox. Qəsdən elə. Çətinləşdir. O pis vərdişi. Asanlaşdır yaxşı vərdişi. Asanlaşdır. Və 4-cü, mükafatlandır özünü. Özünə mükafat təyin elə. James Clear deyir. 1-2 cümlə deyim, bitirək. Yəni bitirim mən. Qutarım yəqin ki, verişimizdə. Çünki çox maşallah çox... Öz adınızdan danışmayın. Mesaj yazacağım, değil mi? Demək, şey eləməyim, şeir oxuyuram. Yarım saat şeir oxuyuram. Hə, indi əzizim, son 2 cümləni deyim. Bütün bayaq dediyim kimi, bütün bunlar o vaxt ki biz, o vaxta aiddir ki, biz iradəmizi gücləndirək və yola düşək. Yoxsa bir adam ki, hələ yola düşmək istəmir, hədəf seçməyib özünə, elə-belə yaşamaq istəyir, o adama neçə yüz, neçə min kitab da yazılsa, o adama təsir etməyəcək. Deməli, təvəkkül dedi. Bir dənə təvəkküldən bir kəlmə də deyim. Baxın, bizim bu kəlmə, ümumiyyətlə kəlmələr çox mühümdür. Təvkil kəlməsi var ərəb dilində, bir də təvəkkül kəlməsi var. Bizim leksikona keçib ərəb dilində. Təvkil ikimizi yükləməkdir, təvəkkül yükü götürməkdir. Yəni, təvəkkül anlayışında insan pasiv insan olmur, daha çox aktiv olur, amma nikbin olur. Niyə? Çünki bir qüvvəyə bağlanıb ki, Lillahi cunudu səmavati vəl-ərdi, yerin, göyün qoşunu ona aiddir. Və o bizə bir vədə verib ki, narahat olma, haçan dalana dirəndin, dalandan sənə yol açaram. Və mən yettəqillah yecəlləhu məxrəca. Bu təvəkkül anlayışı qoymur insan pessimist olsun. Bu əslində də, yəni insan səy eləyir, çapa eləyir, çalışır, cəhd eləyir, yatmır. Başa düşürsünüz? Yəni, hər halda nəsə bir iş görmək istəyir. İndi biz bu vərdişlərimizi, pis vərdişlərimizi də istəyiriksə, tərk edək. Onun üçün birinci gələk doğrudan da bir can qoymaq lazımdır. Nəsə çalışmaq lazımdır. Səy göstərmək lazımdır. Mən bir də maraqlı bir hədisdə qeyd eləmişdim. O istəyim gələn verişə deyim, amma bu eybi yoxdur. Burada deyim sizə. Əli əleyhissalam oğluna sözü deyir, bala, sənə ki bir post vermişəm. Təzulul cibal və la təzəl. Dağ tərpənsə də sən yerindən tərpənmə, möhkəm ol günə. Bir dəymə düşər olma günə. Dağ tərpənərsən tərpənmə. Sonra deyir, dişvə sıx və davamında buyurur, tid fil ardı qədəməkə, ayaqlarını yerə mismarla. Ələm ənnən nəsrə min endillah, narahat olma, Allahın köməyi gələcək. Belə olsun, doğrudan adam yəni səbirli olsun, təmkinli olsun. Bir də ki, doğrudan da əgər insan dəyişmək istəyirsə, bunun gələn verilişdə geniş danışarıq. Gələk, həqiqətən də hər cəhətdən də dəyişilsin də. Yəni, mən məsələn, tövbə bu deyil də, yalnız tövbə etdim, bitdi. Tövbə insanın baxışlarının dəyişilməsi, tövbə insanın ideologiyasının dəyişilməsi, tövbə insanın dostlarının dəyişilməsidir. Məclis, pis dostlardan söhbət edir, məclisinin dəyişir. Hədis hətta, tövbə edən dostların dəyişər, məclisini dəyişər, gedəcək. Yəni, artıq baxışı, tövbə edən içəridə bir inqilab baş verdi. Və insan bu mənada dəyişilməlidir ki, nəsə də ortada bir şey dəyişsin. Yoxsa əks təqdirdə hələ yalnız bir kəlmə ilə, bir cümlə ilə heç nə dəyişən deyil. Bu çox mühümdür və gələn verilişdə mən inşallah bunun ətrafında istəyərəm çox danışım. Bir şey dedim, bir Atomic Habits-dən danışdıq, çox ümumi qərb ədəbiyyatından danışdıq, elə hər birimiz bu barədə danışdıq. Bu önəmli qeyddir, istəyirəm bu sonunda deyim, ancaq biz ədəbiyyat tarixinə baxanda, yəni ümumiyyətlə vərdişlər barəsində yazılmış
ədəbiyyat tarixinə baxanda ilk dəfə vərdişlərin olmasından, pis vərdişlərin olmasından və bu vərdişlərin, pis vərdişlərin insan həyatına, düşüncəsinə, əxlaqına, psixologiyasına təsirindən danışan bilirsiniz kim olub? İrfan ədəbiyyatı. Məsələn, Xacə Abdullah Ənsari var, onun Mənazilus Sairin əsəri var. Bu Arif yaşayıb 1600-1086-cı illərdə bu insan yaşayıb. Bunun Mənazilus Sairində Arifin 100 məqamından danışır. Deyir ki, yəni əslində irfan elə psixologiyanın bir tərəfini danışır da, daha dərin qatlarını. Deyir, insan daxilində 100 dənə qat gedir Arif Allaha qovuşmaq üçün. Birincisi deyir, yəqzədə oyanır. Sonra oyanışın xüsusiyyətlərindən danışır. Deyir, oyanmaq üçün birinci neməti görməlisən. Yəni sən hansı nemətlərə sahibsən və səni yaradan sənə hansı nemət verib. İkinci günahı dərkdir. Bilməlisən ki, hansı günahları. İndi bir dənə də bir əlavə eləyim. Zamanın time management deyirik. Time managementdən də ilk danışan kimdir? İrfan ədəbiyyatı. Deyir, üçüncü zaman gəlib gedən, yəni günlərin azalıb çoxalmalarına diqqət. Deməli, pis vərdişlərdən də ilk dəfə İrfan ədəbiyyatı danışıb, yəni əslində İslam irfanı. Zaman, time management, zamanın idarə olunması da yenə də yazıb İrfan ədəbiyyatı. Mənim bir əsərim var, bu İşarat və Tənbihatın İbn Sinanın əsərinin 2 hissəsinə şərh vermişəm. Orada Xacə Abdullahdan bu məqamı gətirmişəm və demişəm ki, time management deyirlər ki, 20-ci əsrdə yaranmış bir yanaşmadır da zamanı. Əslində o elə deyil də. Bunun kökü qayıdır İslam dini ədəbi mətnlərinə, hansı ki, İslam irfanı da bunun əsasında qurulub. Deməli, orada deyir ki, günün azalıb və çıxılmağına diqqət. Sonra belə bir söz deyir. Deyir, bütün bunlar, yəni irfanın kökü oyanışdır. Bu da durur adətlərin tərk olunmasında. Xəlül adət. Adətlər libasını öz əynindən geymir. Sonra bir dənə geniş orada izah verir ki, sən sözümcə geniş izah vermir, onu o kitabda mən izah verirəm. İnsan adətlərdən qurtulanda necə gedib ora çatırsan. Yəni, hər şeyimiz durur adətlərin üzərində. Bu da önəmli bir məqamdır. Yəni, o stendlər əslində Atomik Habits kimi kitablar üçün deyil, o İrfan ədəbiyyatına əgər biz düzgün işləyə bilsəydik, onu düzgün aça bilsəydik, o stendlər əslində onlar üçün qorunmalıydı. Bir cümlə deyim, Quran, hədislər, İslam sivilizasiyasında yazılmış əxlaq kitabları, irfan kitabları. Birinci məsələ budur. İnsanın sosial, psixoloji həyatının mühüm məqamlarını verir, yoxsa vermir, yoxsa nağıldır. Birinci sual budur. Mən deyirəm verir, biz deyirik verir. Vacib, müxtəlif sferalara. İkinci, bəs niyə görə onlar masa üstündə yoxdur? Mən belə anlayıram ki, ona görə ki, onlar biznesə gəlməyib də. James Clear'in kitabının bu qədər yayılması sonrakı müəlliflərə stimul yaradır ki, getsinlər, onlar da işləsinlər. Çünki biznesə gəldi axı. Kitab gəldi biznesə qovuşdu. Dəyər yaratdı, pul yaratdı, rifah yaratdı müəllif üçün. O birislərdə isə belə olmuyor da, qalıblar. Bir amil də bunu deyə bilərik ki, orada o öz yerində İslama qarşı bir yad münasibət, İslama qarşı dünyada olan o nifrət və s. o da müəyyən qədər o kitabların o stolun üstünə gəlməsinə mane olub da. Bu cəhət də var. Müəllim, ancaq bax mən sizə tam əmin eləyirəm ki, hərdən o yanlış belə düşüncə təbliğ olunur ki, dünya İslamına zəhləsi gəlir belə. Bir qrupu var ki, o bilir İslamı, məqsəd yönlü bunu eləyir. Ancaq inanın o insanların 80% ümumiyyətlə İslamı tanımayıblar. Bir də İslamı tanıdan insanları görüblər, onların simasında İslamı tanıyıblar. Ancaq mən çoxları ilə, yəni bizim bu mövzuda xaricdə görüşlərimiz həddən artıq çox olur da. İnanın, çoxlarıyla danışırsan, bu məqamları deyirsən, adamlar deyir ki, mən belə bilmirdim, düşüncəsi dəyişir. Ona görə burada bir dənə də böyük qüsur bizlərdədir ki, biz bu cür mətnləri dünya insanının anlayacağı dildə və formada biz çatdırmamışıq. Biz ona əgər çatdırsaq, inanın ki,
Deməli, Filippin, Malayziya, İndoneziya və Kanada stendlərində bizim görüşlər oldu və digərləri ilə qayıdıb dedilər ki, dünyada bu dəqiqə bəzi kitablar var ki, bestseller olub, onlar dini ədəbiyyatlardır. Ancaq dini ədəbiyyatların müasir dövrə adaptasiyası. Bu cür adaptasiya olmuş əsərlər deyil, insanlar tərəfindən böyük rəğbət qazanır. Yəni klassik dini ədəbiyyat yox, o dini ədəbiyyatların müasir dövrdə tətbiqi. Məsələn, deyirik, İslamda iqtisadi nəzəriyyələr var. Ancaq biz tətbiq eləmədiyinə görə İslamı o iqtisadi nəzəriyyələr kontekstində heç kəs tanımır. Deyirik, İslamda bankçılıq var, İslamda müxtəlif belə mövzular var da. Bunu biz nə qədər tanımışıq? Şəf müamiləsi deyilən bir müamilə var iqtisadi qanunlar içərisində. Deyir ki, əgər bir mülkə sən kimlənsə şəriksənsə, sən ondan başqasına onu sata bilməzsən də, birinci ona təqdim eləməlisən. Məsələn, bu mövzular iqtisadi qanunlarda o müəyyən prinsiplərdir. Biz bunu bu cür danışsaq, insanlara, dünyaya təqdim etsək, inanın, insanların çoxu elə İslamı tamam başqa gözlə görərlər. Ona görə orada bizim də qüsurlar var ki, biz onları üzə çıxarda bilmirik. Allah kömək olsun. Təşəkkür edirəm. Çox sağ olun. Sonda hər birinizə təşəkkür edirəm. Əziz izləyicilərimizə də təşəkkür edirəm. Bizi izlədilər. Sağ olun, salamat qalın.